Berlində Azərbaycan kinosu günləri başlayıb. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin, Azərbaycanın Almaniyadakı səfirliyinin və bu ölkədəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu xüsusi günlərdə bütün diqqətlər klassik filmlərimizə yönəlib. Almaniyalı tamaşaçılar həm zəngin irsimizlə tanış olur, həm də müasir filmlərimizi izləmə imkanı əldə edir. Berlində Berlin Ali Beynəlxalq Kino Festivalı davam edir. Bu, Avropanın ən mühüm kino hadisələrindən biridir. Və bu günlərdə Almaniyanın paytaxtı dünya kinematografiyasının mərkəzinə çevrilib. Bu kino havası fonunda Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan kino günləri keçirilir. Və Alman tamaşaçıları klassik Azərbaycan filmləri ilə yanaşı müasir Azərbaycan kinosu, onun yeni simaları və müəllif baxışı ilə tanış olurlar. Mərkəzə daxil olanları dərhal klassik Azərbaycan filmlərindən ikonik kadrlar qarşılayır. Bu görüntülər həm mədəni irsimizin, həm də kino tariximizin zənginliyini hiss etdirir. Azərbaycan Kino Günlərinin açılış mərasimini mərkəzin direktor vəzifəsini müvəqqəti icra edən İsa Məmmədov açaraq, kino sənətinin cəmiyyətin mənəvi dəyərlərinin qorunması və təbliğində oynadığı rolu qeyd etdi. Xalq artisti Mehriban Zəkiyə Azərbaycan kinosunun son illərdə qazandığı uğurlardan, beynəlxalq festivallarda əldə olunan nailiyyətlərdən və Berlin tamaşaçısı ilə görüşün əhəmiyyətindən danışdı. Zəfər rəqsi filminin ideya müəllifi, Ədibin Evi Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva filmin beynəlxalq nümayiş yolunun məhz Berlindən başlamasından məmnunluğunu ifadə elədi. Bizim gözləməyə vaxtımız Zəfər rəqsi filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Mən çox təsirləndim. Bu həqiqətən də möhtəşəm qısa metrajlı filmdir. Peşəkar karyeram ərzində çoxlu qısa filmlər görmüşəm və Berlin Film Festivalı ilə çox işlərim olub. Amma bu film dərinliyi və təsir gücü ilə seçilir. O son dərəcə həyəcan vericidir. Bəzən insan hisslərini gizlətmədən sevinmək və ya ağlamaq istəyir. Filmin gücü bundadır. Bu axşam məndə çox güclü təəssürat oyatdı. Mənim üçün əsas diqqət çəkən məqam şübhəsiz ki, burada nümayiş etdirilən filmdir. Film çox aydın göstərdi ki, Azərbaycan ordusunun Qarabağdakı qələbəsi hansı böyük qurbanlar bahasına əldə olunub. Eyni zamanda film bu insanların ailələrinə təsirləri də əks etdirir. Amma ümidverici baxış da vardı. Azərbaycan dövləti bu insanlara dəstək olmaq üçün bütün səyləri göstərir. Beləliklə, Berlində dünya kinosunun diqqət mərkəzində olduğu günlərdə Azərbaycan filmlərinə də kifayət qədər maraq var. Klassik filmlərin və müasir premyeraların fonunda Azərbaycan mədəniyyəti beynəlxalq auditoriyaya təqdim olunur. Berlində kino və mədəniyyət körpüsü qurulur. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Berlin.